Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanında Köhnə Bazarın qarşısı Kristal Opşonun bir yaşayış kompleksində girişdə olan 7 mərtəbəli binalardan birində əla bir mənzil çəkib təqdim edirəm. Mənzil 7 mərtəbəli binanın 7-ci mərtəbəsidir. Qanuni mərtəbədir dəyərli izləyicilər. Lift birbaşa olaraq mərtəbəyə qalxır və üzəri monolit beton və böyük bir çardaqlı, yəni mansardır. Yəni mansar ev deyil bu, ancaq bunun üzərində mansarı var. Əla bir variantdır. Qanuni 2 otaq 59 kvadrat metrlik bir mənzildir. Mənzil əşyalı şəkildə satılır. Qiymət super qiymət təyin edilmişdir. Kupça əldə heç bir borcu xərci yoxdur. Sadəcə olaraq evdə ailə tərkibi çox olduğuna görə bu evi satırlar. Biraz böyük kvadratda, böyük ölçüdə ev alacaqlar. O nöqteyi nəzərdən satırlar. Bura mənzilin qonaq zalıdır dəyərli izləyicilər. Və mənzildə dəhlizdən təqdimata davam edirik. Giriş qapısını sizə təqdim edirik. Bura mənzilin giriş qapısıdır. Divar kağızları hamısı dəyişdirilmişdir. Yəni Kristal Opşonun divar kağızları deyildir. Sanitar qovşaq girişdən daxil olduqda sol tərəfdə ümumi sanitar qovşaqdır. Görürsünüz, bütün aksesuarlar var. Alıb bu mənzil rahatlıqla əşya şəkildə 450 manata kirayə də verə bilərsiniz. Və soldan sağa birinci olaraq başlayır qonaq zaldan sanitar qovşağı təqdim etdik. Bura mənzilin görürsünüz mətbəxidir. Gözəl bir mətbəxi var. Mətbəx mebeli əla bir mənzildir və mənzilin eyvanına keçid mətbəxdəndir. Qarşısı açıqdır. Qarşısına keçən hər hansı hündür mərtəbəli tikili yoxdur. Orta mənzildir, küncə düşmür. Və sizə təqdim edirik mənzilin yataq otağını. Bura mənzilin yataq otağıdır. Belə bir yataq otağı var dəyərli izləyicilər. Çox super qiymət təqdim etmişəm və bu mənzilin satış hüququ da bizdədir və Xırdalan şəhrində Masazırda bir çox mənzillərin satış hüquqları bizdədir. Bizdə olan mənzillərdən söhbət gedir və ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Əgər sizin də Xırdalan şəhrində, Masazırda hər hansı satlıq əmlakınız varsa, mənzil satırsınızsa, mənzil almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu günə bu qədər. Çox sağ olun.